Salam, coğrafiya 9-cu sinif, kiçik summativ qiymətləndirmə nömrə 1 üzrə nümunəvi suallara baxırıq. Birinci sual, polder nədir? Deməli, biz polder termininə Avropanın relyefi mövzusunda rast gəlirik. Deməli, polderlər əvvəllər dənizin dibi olmuş, sonra quruya çevrilmiş hissələrə polderlər deyilir. Polderlərdən daha çox dünyada Çin istifadə edir, Birləşmiş Ərəb Əmirlikləri istifadə edir. Həmçinin Avropada kitabımızdan deyildiyi kimi Niderland, yəni Hollandiya istifadə edir. Yəni polder dəniz sularının qurudulması yolu ilə əldə olunan torpaqlar hesab olunur. C bəndi düzgün cavab olmalıdır. Sonra verilmiş yüksəklik, yəni 5642 metr hansı dağa aiddir? Deməli, 5642 metr Qafqaz dağının ən hündür zirvəsi olan Elbrus dağının zirvəsidir. Elbrus zirvəsinə hündürlüyüdür, yəni Elbrus sönmüş vulkandır həmçinin. Yer qabığının daha sabit, yəni seismik hadisələrin zəif olduğu yaxud heç olmadığı sahələri platforma adlanır. Deməli, burada olmalıdır. Platforma. Zəlzələlərin daha çox baş verdiyi yerlər isə geosinklinlər, zəlzələrin az baş verdiyi və yaxud baş vermədiyi ərazilər isə platformalar adlanır. Yəni, burada cavab platforma olmalıdır. Sonra 4-cü suala baxaq. Pamir dağlarının ən hündür zirvəsi Çində Kongur zirvəsidir. Tacikistan ərazisində isə Pamirin ən yüksək zirvəsi İsmail Somoni piki hesab edilir. Bu zirvə əvvəllər kommunizm piki adlanırdı. Bu zirvəyə əvvəllər kommunizm piki adı verilmiş. Yəni, burada olmalıdır. Kommunizm piki, yəni əsasən Sovet dövründə buna kommunizm piki adı verilmişdi bu zirvəyə. 5-ci sual. Şərqi Asiyada Sakit Okean sahilində ovalıqlar üstünlük təşkil edir. Bunlardan ən böyüyü qədim platforma üzərində yerləşən Böyük Çin düzənliyi olmalıdır. Deməli, burada Böyük Çin olmalıdır. Böyük Çin düzənliyi. Sonra 6-cı sual. Ölüm dərəsi hansı materikdə yerləşir? Deməli, ölüm dərəsi Şimali Amerika materikinin ən alçaq nöqtəsidir. Həmçinin ölüm dərəsi Şimali Amerikanın ən isti yeridə hesab olunur. Ölüm dərəsi, yəni Şimali Amerika materikində yerləşir. 7-ci sual. Materiklərin ən hündür zirvələri hansılardır? Yəni, ən hündür zirvələrini biz qeyd etməliyik materiklər üzrə. Deməli, Cənubi Amerikada ən hündür zirvə And dağlarında yerləşən hündürlüyü 6959 metr olan Aconcagua zirvəsi hesab olunur. Avstraliyanın ən hündür zirvəsi Böyük Su Ayrıcı dağlarında yerləşən, hündürlüyü digər materiklərə baxanda o qədər də çox olmayan qədim dağlar olduğu üçün Kostyuşka zirvəsidir. 2228 metr hündürlüyə malikdir. Şimali Amerikada isə ən hündür zirvə Kordilyer dağlarında yerləşən, əvvəllər McKinley adlanırdı, artıq isə qədim adı Denali, yəni yerli xalqların verdiyi ad Denali adı ora bərpa olundu. Artıq Denali zirvəsi 6194 metrdə ən hündür zirvədir Şimali Amerikanın. Afrikada isə ən hündür zirvə dağlarda, dağ sistemində yerləşmir, vulkanik zirvədir, Kilimanjaro dağıdır. Kilimanjaro 5895 metr hündürlüyə malikdir. Avrasiyada, həmçinin Asiyada, həmçinin dünyada ən hündür zirvə isə Himalay dağlarında yerləşən Jomolungma və yaxud da Everest zirvəsidir. Bildiyimiz kimi 8848 metr hündürlüyə malikdir. Sonra Avropada ən hündür zirvə 4807 metr olan Mont Blanc zirvəsi götürülür əsasən. Mont Blanc zirvəsi götürülür. Amma bayaqki bir sualımızda biz verilmiş ki 5642 metr hansı dağın hündürlüyüdür? Elbrus dağının hündürlüyüdür. Elbrus dağı bəzi mənbələrə görə Şərqi Avropa götürülür, bəzi mənbələrə görə isə Asiya götürülür. Əgər Elbrus zirvəsi Avropa götürülsə, amma ən hündür zirvə Elbrus götürülməlidir. Çünki Elbrusun hündürlüyü 5642-dir, Mont Blanc 4807-dir. Amma çox mənbələrdə Avropanın ən hündür zirvəsi kimi Mont Blanc zirvəsi götürülür. Onun üçün də Mont Blanc zirvəsi Avropada ən hündür zirvə.
Sonra Çinin zəif məskunlaşmış, əlverişsiz ərazisi hansıdır? Deməli, Çinin daha az məskunlaşmış ərazisi dağlıq ərazi hesab olunan Tibet yaylasıdır. Yəni Tibet yaylasında şəraiti zəif olduğu üçün həmçinin ən hündürdə yerləşən yayladır həmçinin. Bunun üçün də orada şərait əlverişsizdir. Bunun üçün zəif məskunlaşmışdır. 9-cu sual. Şimali Amerikanın hansı hissəsində platformadır? Deməli, Şimali Amerikanın əsasən qərbində yerləşir Kordilyer dağları. Onun üçün də Kordilyer dağları yerləşən hissəsi fəal hissədir. Daha çox mərkəz və şərq hissələri isə platformalara uyğun gəlir Şimali Amerikada. Azərbaycan ərazisi neçə iri tektonik zonaya ayrılır? Deməli, Azərbaycan ərazisi Ön Qafqaz tektonik çökməsi, Böyük Qafqaz tektonik qalxması, Kür tektonik çökməsi, Kiçik Qafqaz tektonik qalxması və Araz boyu cavan platforma olmaqla 5 böyük tektonik zonaya bölünür.